Elə bir mətn seçdim ki, bu mətn bizə hər tərəfli faydalı olsun, xeyirli olsun. Nəzərə alın ki, bu mətnləri sizə dinlətməkdə məqsədim hər hansı bir mətn üzərində həm dinləmənizin, həm oxu qabiliyyətinizin, həm yazı qabiliyyətinizin, çünki görürsünüz sözləri, həm də istəsəniz mətni birinci dəfə dinləyəndən sonra özünüz danışa bilərsiniz. Beləliklə bu danışıq qabiliyyətinizin də inkişafına səbəb ola bilər. Məhz bu mətni seçməkdə məqsədim adults can still learn language like a baby. Yəni böyüklər hər hansı bir dili körpələr kimi hələ də öyrənə bilərlər. Görək necə bunu edə bilərik. Oxuduğumuz mətn hər tərəfli bizə faydalı olsun deyə bu mətni seçdim. Başlayaq. Adults can still learn language like a baby. Before you spoke your first language, you didn't go to a class and study grammar. You listened to others until one day, mama or something similar came out. Aha, yəni ilk diliniz danışmazdan əvvəl dərsə gedib qrammatika öyrənməmişdiniz və sadəcə başqalarını dinləmisiniz. Bir gün mama və ya ona bənzər bir söz came out ağzınızdan çıxmışdı. Come out feili keçmişdə came out, yəni çölə çıxmaq mənasını daşıyır. This is language acquisition, the natural process that allows babies to understand and produce language. This is language acquisition. Acquisition, yəni mənimsədilmə, qəbul olunma. Acquire feilindən yaranıbdır. Bu, bir dilin mənimsənilməsidir. Yəni, körpələrin dili anlama və danışma qabiliyyəti qazanmasına imkan verən bir təbii, natural process, təbii bir prosesdir. Babies acquire language with very little direct help from adults. It starts with them. Körpələr böyüklərdən birbaşa kömək almadan dili mənimsəyirlər. With very little direct help. Yəni çox cüzi bir köməklə. That allows babies to understand and produce language. Babies acquire language with very little direct help from adults. It starts with them spending a long time listening to the people around them. Aha, yəni bu nə ilə başlayır? Bu proses onların ətrafdakı insanları uzun müddət dinləməsi ilə başlayır. Baxın, burada sir açılır. Hər hansı bir dili öyrənmək üçün ətrafdakıları, ümumiyyətlə o dildə danışanları uzun müddət demək ki, dinləmək lazımdır. This even happens in the womb, where they can hear outside sounds before they're born, picking up on rhythms and tones. Aha. Deməli, bu proses, hətta bu proses ana bətnində də baş verir. Womb. Ana bətnində körpələr doğulmadan əvvəl çöldən gələn səsləri eşidərək ritm və intonasiyaları artıq can hear, eşidə bilirlər. And research suggests that adults still have and can use that natural language acquisition ability for new languages. Və araşdırmalar göstərir ki, böyüklər də yeni dillər üçün bu təbii dil mənimsəmə qabiliyyətinə malikdirlər. Onların da belə bir qabiliyyəti var və ondan istifadə edə bilərlər. Bu təbii dil mənimsəmə qabiliyyətindən istifadə edə bilərlər. This is referred to as second language acquisition, though it could apply to a third or fourth language too. Aha, bu ikinci bir dilin mənimsənilməsi adlanır. Lakin üçüncü və ya dördüncü dilə də aid oluna bilər. Yəni ikinci, üçüncü və dördüncü dili də bu yolla biz öyrənə bilərik. Bu mənanı verdi. One study from the Czech Republic found that adults could quickly pick up the rhythm and basic sounds of a new language. Bir tədqiqat, Çexiyada aparılan bir tədqiqat onu göstərir ki, böyüklər yeni bir dilin ritmini və əsas səslərini
basic sounds. Tez öyrənə bilirlər. Quickly pick up. Tez götürürlər, tez öyrənirlər. This is also called prosody and is an important part of how babies acquire their first language, as well as something considered difficult for adult learners to master. Aha, bu proses deməli nə adlanır? Bu proses prosodiya adlanır, prosodiya və körpələrin ilk dillərinin mənimsənilməsində böyük bir rol oynuyor. Həmçinin böyüklər üçün çətin hesab edilən bir sahədir. As well as something considered difficult for adult learners to master. The researchers had 174 Czech adults listen to 5 minutes of Maori, a language from New Zealand they had never heard before. Aha, tədqiqatçılar 174 Çexiyalı böyüyə 5 dəqiqəlik Maori dili səsləndiriblər. O dil ki, yəni heç vaxt əvvəllər o dili eşitməmişdilər. Bu Yeni Zelandiya dilidir və onlar bu dili heç vaxt əvvəllər eşitməmişdilər, Çexiyadan olan böyüklər. To make the experience just like that of a baby, the Maori was edited to seem like it was being heard inside the womb too. Təcrübəni körpə kimi etmək üçün, yəni körpələrin eşitdiyi kimi etmək üçün Maori dili səsləri elə montaj edilmişdi ki, güya ana bətnindən eşidilirmiş kimi bir təsir bağışlasın, elə görürsün. To seem like it was being heard inside the womb too. Sanki ana bətnindən eşidilirmiş kimi səslənsin. Elə düzəldiblər. Then the participants listened to a mix of audio in either Maori or Malay, another language they didn't know, and were asked if they were listening to the same language as before. Aha, daha sonra iştirakçılar ya Maori ya da Malay dilində qarışıq, a mix of audio, qarışıq bir audio səs dinlədilər. Əvvəl eşitdikləri dilin eyni olub olmadığını müəyyən etməli idilər. And in fact, the adults were very good at hearing the difference between the two languages. Və faktik olaraq həqiqətən də böyüklər iki dili bir-birindən seçməkdə çox uğurlu oldular. Very good, çox yaxşı idilər. Yəni bunu bacardılar. The researchers say this shows that even a very small amount of exposure to a new language is enough for adults to understand its rhythms and patterns, just like a baby listening to its first language. Yəni tədqiqatçılar deyirlər ki, yeni bir dilə çox qısa müddət məruz qalmaq belə böyüklərin həmin dilin ritmini və nümunələrini, patterns və nümunələrini anlaması üçün kifayətdir. It's enough. Is enough. Kifayətdir. Just like a baby listening to its first language. Yəni bu sanki bir körpənin ilk dilini dinlədiyi kimidir. Yəni bir körpə ilk dəfə dilini dinləyirsə, bu da onun kimi bir prosesdir.